inkubasiya, həyatın yenidən doğuşu qədim Azərbaycanın ucsuz-bucaqsız düzənliklərindən, dağların sərin qoynundan və axan çay sularının kəskin sədasından bəhs edən bir kənddə, Qışlaq adlı kiçik bir yerdə, həyat 1000 illik ənənələrin, ataların hikmətinin və insan ruhunun dərin sirlərinin izlərini daşıyan böyük bir roman kimi davam edirdi. Hər səhər dağların zirvələrindən aşağı süzülən qızılı günəş şüaları kəndin dar daş yollarını və qoca palıd ağaclarının sərin kölgələrini oyandırar, torpağın özünə məxsus nəm və zəngin ətiri ilə insanın ruhunu təravətləndirərdi. Kənd sakinləri üçün ən böyük sərvət maddi var dövlət yox, atalarının bizə buraxdığı sevgi, mərhəmət, ədalət və dürüstlük idi. Hər kəs keçmişin ağır xatirələrini və gələcəyin ümid dolu arzularını qəlbində saxlayaraq, həyatın hər çətinliyini sevgi ilə qarşılamağa çalışırdı. Lakin son zamanlarda Qışlağın ürəyində sanki itirilmiş ümidlərin, sarsılmış arzuların və qaranlıq hisslərin ağır yükü hökm sürürdü. İnsanlar keçmişin dərin dərslərini xatırlamaqla yanaşı, gələcəyə dair tünd kölgələr altında qalan bir boşluq və kədər hiss edirdilər. Bu kədərin içində kəndin ən çalışqan və düşüncəli adamlarından biri olan Elçin öz təsərrüfatını idarə edərkən, həyatın dərin mənalarını, təbiətin sükutlu gözəlliyini və qəlbdə yanan ümid işığını tapmağa çalışırdı. Elçin uşaqlıqdan bəri atalarının nağıllarında eşitdiyi qəhrəmanlıq hekayələrinin, mərhəmət dolu sözlərini və ədalətə sadiq olan həyat fəlsəfəsini qəlbində daşıyırdı. O, hər səhər günəşin ilk şüaları altında torpağın üzünə baxar, ucsuz-bucaqsız düzənlikləri və ətrafdakı meşələrin dərinliyində hər bir daşın, hər bir yarpağın bir hekayə danışdığını hiss edərdi. Lakin Elçinin qəlbində ən çox iz buraxan, ona həyatın sirrini və ümidin əhəmiyyətini öyrədən hadisələrdən biri təsərrüfatında təbii yolla inkubasiya olunan quş yumurtaları ilə bağlı idi. Qışlağın ənənəvi təsərrüfatında toyuq və digər quşların yumurtaları xüsusi qayğı və diqqətlə inkubasiya olunurdu. Elçin bu incə və təbiətin möcüzəvi prosesinə heyran qalır. Hər yumurtanın içindəki gizli həyatı, gələcəyin ümidini və yenidən doğuşu özündə simvolizə etdiyini düşünürdü. O, bilirdi ki, hər yumurta, habelə həyatın hər çətin anı, doğru şəraitdə inkubasiya edildikdə müqayisə olunmaz bir gücə, əbədi bir işığa çevrilir. Bir bahar səhəri quşların yumurtalarını inkubasiya edən o isti küncdə Elçin yumurtaların arasından həmişə sönməz bir ümid işığı kimi parlayan bir yumurtaya diqqət yetirdi. O, yumurtanı incəliklə yoxlayaraq, bəlkə də bu yumurta içində həyatın bütün qaranlıq anlarından sonra doğacaq müqayisə olunmaz bir sevginin, mərhəmətin və ədalətin sirlərini daşıyan yeni bir canlı var, deyə düşündü. Elçinin ürəyində inkubasiya prosesinin sadəcə təbiətin bir qaydası deyil, eyni zamanda insan ruhunun hər birimizin qəlbində yanan və ən çətin anlarda belə sönməyən ümid işığının simvolu olduğuna dair dərin bir inam yaranmışdı. Günlər keçdikcə inkubasiya prosesində olan yumurta yavaş-yavaş canlanmağa başladı. Hər gün Elçin yumurtanın üzərinə diqqətlə baxar, onun üzərində olan incə dəyişiklikləri müşahidə edər və sanki hər bir incə addımda həyatın dərin mənalarını, ataların öyrətdiyi dəyərləri və gələcəyin parlaq ümidlərini hiss edərdi. Bu proses kənddə yaşayan digər insanlar üçün də ilham mənbəyi oldu. İnsanlar, hər kəs həyatın hər çətinliyinin, hər kədərin ardında yeni bir başlanğıcın, yeni bir həyatın doğduğunu xatırlayır, atalarının nağıllarını və dərin hikmətini yad edirdilər. Bu inkubasiya prosesi sadəcə fiziki bir hadisə deyildi, o, həm də insanın öz daxilində baş verən dəyişikliklərin, yenidən doğuşun və inamın simvolu idi. Elçin inkubasiya zamanı keçirdiyi dərin düşüncələrdə hər kədər, hər acı, sanki bir yumurtanın içində gizlənmiş, yenidən doğacaq olan həyatın səsini eşidir. Biz bu yumurtanı inkubasiya edərkən yalnız quşların yox, eyni zamanda insan ruhunun da incə bir təbiətini müşahidə edirik, deyə özünü təsəlli edirdi. Kəndin digər sakinləri də bu möcüzəvi prosesi izləməyə başladı. Qızılgül tarlalarında işləyən qadınlar, köhnə daş evlərin kölgəsində oturub, atalarının öyrətdiyi nağılları xatırlayaraq, hər yeni həyat, hər doğuş, inkubasiya edilmiş bu incə proses, bizə həyatın dərin mənasını, müqayisə olunmaz ümidin və sevginin sarsılmaz gücünü xatırladır, deyə danışırdılar. Gənclər inkubasiya prosesindəki yumurtanın yavaş-yavaş dəyişdiyini və incə həyatın izlərini daşıdığını müşahidə edərək, gələcəyin parlaq olacağına inam bəxş edirdilər. Bir neçə həftə keçdikdən sonra nəhayət o müqayisə olunmaz yumurta çatladı. Gecənin səssizliyində bütün kənd sakinləri toplaşmış, ulduzların sönük işığında bu möcüzəvi anı izləyirdilər. Elçin yumurtanın çatladığı, onun içindən canlı, kiçik bir cücənin çıxdığını gördükdə, sanki həyatın bütün qaranlıq anlarının ardında doğan yenidən doğuşun, müqayisə olunmaz ümidin simvolunu yaşadı.
Cücə hər nə qədər kiçik olsa da, kəndin ürəyində sarsılmaz bir işıq kimi parladı. O, həm fiziki, həm də mənəvi inkubasiya prosesinin, ataların öyrətdiyi dəyərlərin və gələcəyin ümid dolu arzularının canlı təcəssümü idi. Bu hadisə Qışlaq kəndində yalnız bir quş cücəsinin doğuşu kimi qalmadı. O, eyni zamanda insanların qəlbində, hər kədərin ardında, hər acının içində doğan yeni ümidin, müqayisə olunmaz inamın və sevginin canlı simvoluna çevrildi. İnsanlar atalarının nağıllarını və hikmət dolu sözlərini xatırlayaraq, hər kəs öz həyatında belə inkubasiya proseslərinin baş verdiyini, hər çətin anın, hər qaranlıq gecənin ardından həyatın yenidən doğduğunu, ümidin və sevginin sarsılmaz gücünün mövcud olduğunu idrak etdilər. Elçin bu hadisədən sonra yalnız quş cücəsinin yox, həm də öz həyatının inkubasiya prosesini dərinliklə yaşadı. O, hər acının, hər kədərin içində yeni ümidlər doğduğunu, insanın qəlbində yanan o müqayisə olunmaz işığın ən çətin anlarda belə sönməyə qoyulmadığını anladı. O, kəndin yaşlılarına, gənclərinə və bütün sakinlərinə belə dedi: "Bizim həyatımız da bir inkubasiya prosesidir. Hər çətinlik, hər kədər bizim içimizdə yeni bir həyatın, yeni ümidlərin, müqayisə olunmaz dəyərlərin doğmasına səbəb olur. Bu inkubasiya prosesində hər birimiz öz qəlbimizdəki o incə işığı tapmalıyıq. Çünki ən böyük sərvət maddi var-dövlət deyil, qəlbdə yanan sevgi, mərhəmət və inamdır." Bu sözlər kəndin hər küncündə, hər ürəkdə dərin rezonans doğurdu. İnsanlar öz aralarında danışır, keçmişin ağır xatirələrini və gələcəyin parlaq arzularını bölüşərək, həyatın inkubasiya prosesinə sadiq qalmağın nə qədər vacib olduğunu idrak etdilər. Kəndin yaşlıları, hər itki, hər acı insanın qəlbində yeni ümidlər doğurur. Biz atalarımızın öyrətdiyi kimi, inkubasiya prosesində həyatın hər səhifəsi müqayisə olunmaz bir dəyərin, sevginin və mərhəmətin simvoludur, deyərək gənclərə və uşaqlara dərin hikmət dolu nağıllar danışırdılar. Beləliklə, Qışlaq kəndi, inkubasiya prosesinin hər mərhələsində həyatın doğuşunu, yenidən canlanmasını və müqayisə olunmaz ümidin simvolunu yaşadı. Quş cücəsinin doğuşu yalnız bir canlı varlığın ortaya çıxması değildi. O, eyni zamanda insanların qəlbindəki qaranlıq gecələrdən sonra doğan ümid, inam və sevginin canlı təcəssümü idi. Kənd sakinləri hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların sönük işığında bitən günlərin ardından öz nağıllarını, həyat hekayələrini və inkubasiya prosesində doğan ümid işığını ürəklərində daşıdılar. Elçin hər dəfə incə yumurtanın çataraq cücəyə çevrildiyini izlədikcə həyatın ən çətin anlarının belə təbiətin qanununa görə incə bir inkubasiya prosesi kimi sonda müqayisə olunmaz bir yenidən doğuşa səbəb olduğunu anladı. O, kəndin gənclərinə həyatın hər anı inkubasiya prosesidir, hər acı, hər kədər içimizdəki yeni ümidin, sevginin və dərin dəyərlərin doğuşunu təmin edir, deyə sözlər söyləyərək insanlara sarsılmaz inam bəxş etdi. Bu dərin və mənalı hadisə Qışlaq kəndinin tarixində müqayisə olunmaz bir iz buraxdı. Hər kəs həyatın inkubasiya prosesində, hər kədərin ardında, hər acının içində gizlənən yeni ümidləri və müqayisə olunmaz dəyərləri tapdı. Kəndin ucsuz-bucaqsız düzənliklərində, qoca palıd ağaclarının kölgəsində, axan çayın sularında və hər küncdə ataların eşq dolu nağılları və hikmət dolu sözləri yenidən səsləndi. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların səmasını bəzəyən o sakit gecələrdə Qışlaq sakinləri inkubasiya, həyatın yenidən doğuşu adlı bu nağılı ürəklərində daşıyır, hər bir çətin anın, hər bir kədərin ardında gizlənən yeni ümid işığını xatırlayırdılar. Bu dastan yalnız quş cücəsinin doğuşu deyil, həm də insan ruhunun, ataların və təbiətin inkubasiya prosesinin, dərin mənaların və müqayisə olunmaz ümidin sarsılmaz gücünün canlı təcəssümü idi. Beləliklə, Qışlaq kəndi hər çətinliyi, hər acını sevgi, mərhəmət və inamla aşaraq öz nağıllarını yazmağa davam etdi. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan o müqayisə olunmaz işıq, inkubasiya olunmuş ümid və sevgi içində gizlidir. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq anlarında belə qəlblərində yanan müqayisə olunmaz işığı itirmədən öz nağıllarını sevgi və inamla yazacaqlarına inandı. Bu nağıl, inkubasiya, həyatın yenidən doğuşu adlı dastan Qışlaq kəndinin daş divarlarında, qoca ağacların yarpaqlarında və axan çayın sularında əbədi izlər buraxdı. Hər kəs, atalarının öyrətdiyi dəyərləri və inkubasiya prosesində doğan müqayisə olunmaz ümid işığını xatırlayaraq, həyatın hər səhifəsini sevgi və inamla yazmağa davam etdi. Hər kəs bilirdi ki, ən dərin kədər belə insan qəlbində yanan ümidin sönməsinə yol verməzdi, çünki həyat, Tolstoyun böyük romanlarında təsvir edildiyi kimi, hər anında yeni başlanğıclar, yeni inkubasiya prosesləri və müqayisə olunmaz ümid işıqları doğurur.
Beləliklə, qışlağın sakinləri hər gün öz nağıllarını yazarkən inkubasiya olunmuş sevgi və ümidin sarsılmaz gücünü ürəklərində daşıdılar və gələcək nəsillərə də bu dərin mənaları, ədaləti, mərhəməti və inamı miras qoydular.